Mart ayında ölkə ərazisində yağıntının miqdarı iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək ola bilər. Bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə isə 20-25 dərəcə isti ola bilər. Dağlıq rayonlarda yağıntılar iqlim normasına yaxın və bir qədər yüksək olacaq. 8-13 dərəcə isti, bəzi günlərdə 19-24, aran zonalarında isə 11-16, bəzi günlərdə 23-28 dərəcə isti qeydə alınacaq. Şənbə, bazar günü üçün, yəni fevralın 28-i və martın 1-i üçün də havanı diqqətinizə çatdırım. Fevralın 28-də Bakıda və Abşeron yarımadasında yağıntılı olacaq. Günün birinci yarısında güclü yağış, gecəyə doğru paytaxtda sulu qar yağacaq. Martın 1-də isə gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi axşam tədricən zəifləyəcək. Bölgələrdə də 2 gün yağıntılı hava şəraiti müşahidə olunacaq, qar yağacaq. Dağlıq ərazilərdə 5 dərəcəyə qədər şaxta proqnoz edilir, yollar buz bağlayacaq.